Allah şahiddir ki, əlimdə can verdi. O qədər ata dedi. O qədər dedi, atanı görmək istəyirəm, atanı istəyirəm, atanı istəyirəm, atamı istəyirəm. Atam gəldi. Bir Allah şahiddir ki, neçə günlər bu sözü dedi. And olsun Allaha deyirəm. Xəbər verdiyimiz kimi, dünən şəhid polkovnik leytenant Zaur Cəfərovun kəski böyrək çatışmazlığından əziyyət çəkən və uzun müddətli müalicə alan 13 yaşlı qızı Səlbi Cəfərli vəfat edib. Şəhidimizin qızı Səlbi Cəfərli bugün Yasamal qəbristanlığında dəfn edilib. Dəfn mərasimində şəhid ailələri, dövlət məmurları və ictimai birliklər iştirak edib. Qeyd edək ki, şəhid Zaur Cəfərov 2020-ci il oktyabrın 9-dan 10-na keçən gecə Ağdərə istiqamətində gedən şiddətli döyüşlər zamanı şəhid olub.